Deməli, müəllimlər, mən indi sizə danışacağım metakognitiv bacarıqların, deməli, özünü tənzimləmə mərhələsinin 3-cü komponenti özünü emosional tənzimləmədən danışacağam. Gəlin baxaq görək nədir? Yəni öyrənmə prosesi zamanı emosional reaksiyaları idarə etməyi və nəzarətdə saxlamağı bacarmalıdır. Yəni biz öyrənmə prosesi, məsələn, emosional tənzimləmə deyirik. Mən sizə qiymətləndirmə bölməsini keçəndə də deyəcəm. Məsələn, biz deyirik ki, şagirdlərə emosional tənzimləmə etməliyik, amma emosional rəy verməyəcəyik. Yəni emosional rəy ilə emosional tənzimləmə fərqli-fərqli anlayışları ifadə edir. Gəlin baxaq görək emosional tənzimləmə nə deməkdir? Məsələn, biz şagirdlərə də bunu bildirməliyik ki, öyrənmə prosesi həmişə axıcı olmayacaq, həmişə rahat olmayacaq. Yəni hansısa bir deyək ki, fəaliyyət zamanı şagird təkidli olmalı, əzmli olmalı, yəni emosiyalarını idarə etməyi bacarmalıdır. Bəzən çətin tapşırıq olan zaman şagirdlərdə məyusluq hissi yaranır. Yəni onlar məyus olur, geri dönüş eləyə bilərlər. Yəni bax bu zaman onlar emosiyalarını tənzimləməlidir. Ona görə də biz şagirdlərə çətinliyin öhdəsindən layiqincə gəlməyi, əzmkar olmağı, emosiyalarını idarə etməyi, emosiyalarını formalaşdırmağı bacarmalıdırlar. Yəni bu bacarıq onlarda əslində nəinki məktəbdə, əziz müəllimlər, həm də sosial həyatda da lazım olan bir bacarıqdır. Sabah böyüyəndə hansısa bir işi görəndə, bir çətinlik görəndə geri dönüş etməsinlər deyə biz onu şagirdlərdə əvvəlcədən formalaşdırmalıyıq ki, bax, oğlum, öyrənmə prosesi həmişə axıcı olmayacaq, həmişə rahat olmayacaq. Sənin burada çətinliklərin olacaq, səhvlərin olacaq, yəni uğursuzluqların olacaq. Uğursuzluqlar son demək deyil ki, sən bunu bugün edə bilmirsən deyə bu həmişə etməyəcəyin anlama gəlmir. Bugün bacarmadın deyə həmişə bacarmayacağın anlamına gəlmir. Sən bacaracaqsan. Yəni Karol Dweck'in nəzəriyyəsinə uyğun olaraq biz həmin zaman şagirdlərimizə sən hələ ki bacarmıram, çətinlik gördün, de ki, mən hələ ki bacarmıram. Yəni bacaracaqsan sən bunu. Yəni bax bu zaman, çünki sabah bugün əgər şagird elə hər dəfə geri dönüş edəcəksə bir çətinlik görəndə, yəni sabah sosial həyatda da o heç bir uğur əldə etməyəcək. Bəzən baxırsan ki, uğursuzluq, nöqsanlar insan irəliləyir, irəliləmək istəyir, çalışır. Bəzən uğurun bir addımlığında bu mənlik deyil deyərək geri dönüş edən insanlarımız var. Yəni şagirdlərimiz var. Ona görə də biz mütləq şəkildə bunu şagirdlərdə, yəni bu emosiyalarını tənzimləyərək daha əzmli, daha fədakar, çətinliyin üstünə gedəcəksən, sən bunu bacaracaqsan, mən sənə güvənirəm, mən sənə inanıram kimi ifadələr işlədərək şagirdlərdə biraz da özgüvən yaradacağıq, biraz da özünə inam yaradacağıq, biraz da yəni o uğursuzluqların öhdəsindən gəlməyi bacarmaq üçün onlarda müəyyən məqamları formalaşdırmalıyıq ki, yəni sən bunun öhdəsindən gələcəksən. Uğursuzluqlar son demək deyil. Hər bir öyrənmə səhvlərdən gedir. Səhvlər səni öyrənmənin başlanğıcına aparır. Yəni biz səhvlərimizlə öyrənəcəyik. Bax, səhv edəcəksən, uğursuzluq əldə edəcəksən, sonunda öz üzərində işləyəcəksən, nöqsanlarını düzəldəcəksən və sonunda uğur əldə edəcəksən, deyəcəksən. Yəni sən hələ ki bacarmırsan. Biz mütləq şəkildə Karol Dweck'in nəzəriyyəsinə uyğun bunu şagirdlərimizə belə öyrətməliyik, müəllimlər. Deyin ki, sən hələ ki bacarmırsan, bacaracaqsan. Bu nədir ki etməyəsən? Sən hələ bundan da çətin tapşırıqların öhdəsindən gəlmirsən. Bunu belə deyəcəksənsə, şagirdlərdə özgüvən hissi yaranacaq. Məyusluq hissi olmayacaq. Yəni yoxsa şagird hər dəfə çətin tapşırıq görəndə, əşi bu mənlik deyil deyib geri dönüş edəcəksə, o heç vaxt uğura çatmayacaq. Heç vaxt nəticə əldə etməyəcək. Bax bu, əziz müəllimlər, özünü tənzimləmə deməli mərhələsinin, metakognitiv bacarıqlarda özünü tənzimləmə mərhələsinin deməli emosional tənzimləmə komponentlərindən biridir. Və burada mən